Xürrəmlər hərəkatı dövrü ilə bağlı tarixçilərin səhvləri çoxdur. Onların səhv mövqedən çıxış etdikləri məqamlardan biri də həmin dövrün tarixi şəxsiyyətlərini səthi baxış bucağından təhlil etmələridir. Bir qayda olaraq tarixçilərin çox hissəsi əməldə İslamdan xeyli uzaq olan sapıq və zülmkar Abbasi hökmdarlarını İslam xəlifələri olaraq görür. Bəziləri isə Xəlifə Möhtəsimin 835-ci ilin iyununda xilafət ordusuna baş sərkərdə təyin etdiyi Afşin Hidr ibn Kavusu dahi bir türk sərkərdəsi kimi təqdim edir. Afşinin böyük türk komandanı kimi təqdimatı Türkiyə tarixşünaslığından irəli gələn təəssübkeş bir təlqindir və bu təlqinlərin gerçək qismində təbliğ olunması sayəsində bir çoxları Afşinə olduqca müsbət bir obraz kimi yanaşmaqdadır. Bu səbəbdən qərara gəldik ki, Afşin şəxsiyyətini onun mübarizə apardığı Babək Xürrəmi şəxsiyyəti ilə müqayisəli şəkildə araşdırıb kimin kim olduğuna aydınlıq gətirək. Hər şeydən öncə xatırlayaq ki, Babək Xürrəmi oğlundan məktub gətirənlərə bu cür demişdi. Oğluma çatdırın ki, bir gün hökmdar kimi yaşamaq 40 il qul kimi sürünməkdən daha yaxşıdır. Kimdir hökmdar, kimdir qul? Bu sözlərində o, özünü bir hökmdar kimi, qarşı tərəfi, yəni oğlunun mərhəmətinə sığındığı Afşinni isə qul kimi nəzərdə tuturdu. Həmin kəlamın bir gün azad yaşamaq 40 il boyunduruq altında sürünməkdən üstündür şəklində qeyd olunması da kəlamın mahiyyət və məzmununu dəyişmir. Babək azad insandır, Afşin isə kölə təbiətli biridir. Babək bu fərqi aydın şəkildə həm hərfi, həm də məcazi mənada öz oğluna çatdırmaq istəyirdi. Tarixi qəhrəmanımızın sözlərindən yola çıxaraq Afşin şəxsiyyətinin özünə məxsus tərəfləri ilə yaxından tanış olmaq istəsək, gözlər önündə heç də igid, qorxmaz, qorxu bilməz, ədalətli, müsbət bir obraz canlanmayacaq. Öncə bunu qeyd etmək lazımdır ki, azad düşüncəli Babək şəxsiyyətindən fərqli olaraq Afşin bir kölə idi. Hələ Xəlifə Məmun dönəmində onun qardaşı olan Şahzadə Möhtəsim Orta Asiyadan pulla çoxlu türk kölə alıb gətirir və onlardan ibarət şəxsi mühafizə dəstəsi yaradırdı. Bölgənin ən böyük dövlətində sarayda xidmət etmək naminə bəziləri fürsətçilik edərək özlərini türk kimi təqdim edir və gözə girməyə çalışırdılar. Xəlifə Möhtəsimin fəxrlə türkdən yaxşı qul yoxdur dediyini Xacə Əli Nizamülmülk öz əsərində qeyd edir. Xilafət sarayına kölə olaraq gətirilən türklər sonradan hakim xanədan mənsublarının xidmətinə girərək qulam, yəni kölə döyüşçü oldular. Afşin də bunlardan biri idi. Öz doğulduğu Usruşənə və ya İsröfşənə bölgəsindən qovulan Afşin Hidr ibn Kavus əsir düşmüş, Bağdada gətirilmiş, orada isə qul bazarından satın alınaraq xəlifə sarayına göndərilmişdi. Babəkin savaşı azad təfəkkür sahibi olan bir insanın apardığı ruhi savaş olduğu halda, Afşinin niyyəti yalnız karyera yüksəlişi idi. Babək ömrü boyu öz vətəninin və xalqının azadlığı uğrunda yadellilərə qarşı mübarizə apardığı halda, Afşin yadelli işğalçıların buyruq qulu olmuş və zalım ərəb xəlifələrinin əmri ilə Misirdən Orta Asiyaya kimi çoxsaylı xalqların qanını axıtmağı qəhrəmanlıq bilən biri idi. Babək edam kürsüsündə öləndə belə ləyaqətlə və başı dik öldüyü halda, ondan cəmi 2 il sonra 840-cı ildə həbsdə acından öldürülən Afşin ən son anda belə sapıq xəlifə Möhtəsimin ayaqlarını öpərək mən sənin qulların arasında ən rəzil qulam, itlərin arasında ən sadiq köpəyinəm deyə öldü. Babək Azərbaycandan qolduğu ərəb feodallarının mülklərini yandırıb onların hüdudsuz var dövlətini xalqa payladığı halda, Afşin fırıldaqçı kimi xəlifəni aldadaraq, ondan ordugahda çadırında qalıb ata minmədiyi hər gün üçün 5000 qızıl dirhəm qopardan bir adam idi. Yəni çadırında yeyib içib əyyaşlıq etdiyinə görə, bu nəhənglikdə imperiyanın özünə İslam xəlifəsi deyən hökmdarı ona hər gün üçün 5000 qızıl dirhəm göndərirdi. Afşin o adam idi ki, Səhl ibn Sümbadı aldadaraq ona Babəki ələ verməyi müqabilində boyun olduğu qızılın yarısını verməmiş, qalan yarısını da gümüş dirhəmlə əvəzləmişdi. Bundan başqa, Afşin Babəkin bəzdəki saraylarından ələ keçirdiyi xəzinənin böyük hissəsini xəlifəyə göndərməyib, öz əmsi oğlu vasitəsilə gizlətmiş və öz vətəninə yollamışdı. Bir sıra tarixçilər Afşinin Babəkə qüvvələri birləşdirib xəlifəyə qarşı birlikdə çıxış etmək təklifi irəli sürdüyünü qeyd edərkən, Babəkin bundan imtina etməsini səhv haqqım kimi qiymətləndirir. Qeyd etdiyimiz xüsuslara bir daha nəzər salsaq, Babək bu cür fırıldaqçı birisi olan Afşinlə nə cür müttəfiq ola bilərdi? Babək Xürrəmi özü Afşinin çoxsaylı qoşunlarının mühasirəsində olduğu vaxtda xəlifə ordugahındakı ərzaq çatışmazlığını eşidib, Afşinə arabalarla meyvə tərəvəzlər göndərəcək qədər ləyaqətlə davranan bir fenomendir. Mənbələrin verdiyi məlumata görə, Babək əsir alınaraq Afşinin düşərgəsinə gətirilərkən, düşərgədə olan müsəlman və ərəb qadınlar kütləvi şəkildə ağlaşmışdılar.
Afşin təəccüblə bu adam sizin ərlərinizi öldürüb, buna niyə ağlaşırsınız dedikdə isə, həmin qadınlar o qadınlarla ləyaqətlə davranır və kimsə də görmədiyimiz qədər ehtiram göstərirdi deyə cavab vermişdilər. Babəkin bu mərdanə xarakteri qarşılığında isə Afşin Babəkin arvadlarını, uşaqlarını və gəlinlərini qollarında qandal Samirə şəhərinə xəlifənin hüzuruna aparacaq və onun ələ keçmiş qızlarını xəlifə Möhtəsimin hərəmxanasına götürəcək qədər ləyaqətsiz biri idi. Babək və ondan sonra xürrəmləri öz ətrafında birləşdirmiş Məzyar, Allaha inanan və ədalətin bərqərar olması naminə əldə qılınc mübarizə aparan səmimi müsəlmanlar idi. Onlar sadəcə nə bugünkü müsəlmanlardan deyildilər ki, başa düşülsünlər, nə də Abbasilərin saray məktəbi olan Mötəziliyə xidmət edən müsəlman deyildilər ki, adları tarix kitablarında müsəlman kimi çəkilsin. Fırıldaqçı və karyerist Afşinin isə nə dini, nə imanı yox idi. Belələri üçün güc hansı tərəfdədirsə, onlar həmin tərəfin dinində, onun məktəbindədir. Onun türklüyünə gəlincə, Türkiyə tarixşünaslığında bununla bağlı formalaşmış fikir səhvi və şişirtmədir. Belə ki, Avropa tədqiqatçılarının çox hissəsi Afşinin etnik baxımdan türk soylu olması fikrinin mübahisəli olduğu qənaətindədir və bunu söyləməyə əsas verən ciddi arqumentlərlə çıxış edirlər. Bütün bu qeyd olunan və diqqətdən kənarda qalan digər məqamlar bizə onu əminliklə söyləməyə əsas verir ki, Afşinin Babəkdən üstün olması haqda fikirlər nəinki qüsurlu və gülüncdür. Hətta bir-birinə daban-dabana zidd olan bu iki şəxsiyyəti eyni müqayisə tərəzisinə çıxarmaq və hansının daha üstün olduğunu müzakirə etməyə çalışmağın özü belə yanlışdır. İslamın müqəddəs kitabı olan Qurani Kərim, Nəhl surəsi 76-cı ayədə öz ağasına yük olan bir qulla doğru yolda olub haqq ədaləti tələb edən kimsənin əsla bir olmadığını, yəni azad insanla qul arasındakı fərqi aydın bir şəkildə göstərir. Bu mənada işğalçı ərəb xəlifəsinin buyruq qulu olmuş Afşin Hidr ibn Kavus, dünya tarixinə adı qızıl hərflərlə yazılmış Babək şəxsiyyətinə istər ləyaqət, istər mənəviyyat, istərsə də qüdrət və əzəmət baxımından əsla tay ola bilməz. Tarixi şəxsiyyətlər müstəvisinə nəzər salarkən unutmaq olmaz ki, tarix bugünümüzün ayrılmaz bir hissəsi və özülüdür. Sabah bugünümüz üzərində, bugünümüz isə dünənimizin üzərində qurulub. Dünənimizdə baş vermiş hadisələrə, tarixi şəxsiyyətlərə nə qədər obyektiv baxış sərgiləsək, sabahımız bir o qədər aydın olar və tarixin acı ibrət dərslərini keçmək zorunda qalmarıq.